Hörmətli izləyicilərimiz, paket kupçalı 4 allı 114 min manata evimiz hal-hazırda satışdadır dəyərli izləyicilərimiz. Yerləşmə yeri Hövsan, Bayraqlı Obanın arxası Yelkan bağları. 2 sot yarımın içindədir, Avropa stilindədir, qəşəng formada, super təmirlidir. Müsbət cəhətlərindən biri də o ki, evimizin bütövlükdə 3 dənə hamam sahibləri qovşağı var. İndi bir istəyirəm həyətyanı sahəsini təqdim edeyim sizlərə, sonra da Allahın izinə evin için göstərim. Geniş həyətyanı sahə, ağac əkmək üçün bağ hissəsi, yerdən kürsülü, padval hissəsi, deməli, həyətdə hamam sahibləri qovşağı. Evimiz bütövlükdə cütbaşdan inşa olunubdur, standartların hər birinə uyğundur. Evimizin veranda hissəsindən də deməli, mətbəxinə keçid eləmək mümkündür. Şəbəkə pəncərələr də qarışınca qapını örtərsən, hava küləkdir. Daxil olduğumuz zaman gözlər geniş koridor hissəsi, solda xanımlarımızın nəzərinə, ağalarımızın, bacılarımızın nəzərinə qəşəng mətbəximizə veranda hissəsinə keçid. Daha sonra burada hamam sahibləri qovşağı yerləşir, asma tavan, yer, isti pol. Otaqlar hamısı laminatdır. Burada bizim bir otağımız yerləşir. Otaqların ölçüsünə söz yoxdur, super. Daha sonra burada uşaq otağımız yerləşir. Evin sağına, soluna, arxasına keçid eləmək mümkündür. Daha sonra burada bir otağımız yerləşir və bu otağımızda da hamam sahibləri qovşağı mövcuddur. Bu da çox gözəl düşünülübdür. Hal-hazırda Hövsan Baş bazarında bu qiymətə belə 4 otaqlı yoxdur. Hörmətli və dəyərli izləyicilərimiz, burada gözəl zal, bütövlükdə evimizin pəncərələri, şəbəkə pəncərələrdir, daşla inşa olunubdur, kurqol, qazlı suyu işığı, hamısı var, paket kupçalıdır. Buranı həm bağ ev kimi istifadə edə bilərsiniz, həm də daimi yaşayış üçün. Ətraf hamısı yaşayışdır, belə gözəl 2 mərtəbəli, orada 3 mərtəbəli evlər tikilibdir. Çox gözəl məhəllədir bura, Yelkan bağları gedir. Bayraqlı Obanın arxası, asfaltdan da harasa 2 dəqiqəlik məsafədə. Qiyməti 114 min manat, real müştəri Allahın izinə elminin olacaq. Kimə maraqlı olsa, əlaqə edilmə səhifənin əməlli qeyd olunubdur. Özünüzə yaxşı baxın. Görüşmək ümidi ilə Allah'a emanet olun. Sağ olun.